Herkese salam. Bugün Azərbaycan dili dərsi 2-ci hissə səhifə 70 və 71 işləyəcəyik. Onda videomuza başlayaq. Bu arada videolarda az like gəlir. Yəni başqa fənlər istəyirsinizsə onları da çəkə bilərəm. Və niyə bu qədər az like gəlir? Yəni videolarımı xoşlamırsınız. A tapşırığına baxaq. Sevdiyiniz və daim izlədiyiniz idmançı varmı? Onun həyatı, xarakteri haqqında nə bilirsiniz? Mən bu sualı belə deyim ki, sizin sevdiyiniz idmançı haqqında nə bilirsinizsə onu deyə bilərsiniz. Mənim şu an ağlıma o qədər, yəni sevdiyim idmançılar gəlir, amma onun xarakteri və həyat haqqında o qədər bilmirəm. Ona görə bir A tapşırığın siz necə, hansı idmançı xoşlayırsınız və onun həyat haqqında nə bilirsiniz, onu yaza bilərsiniz. B tapşırığına baxaq. Yarışlara qatılmağı sevirsinizmi? Məğlub olanda nə deyirsiniz? Bəli, yarışmağa qatılmağı sevirəm, amma məğlub olanda, yəni oyunda qazanmaq qədər məğlub olmaq da var. Məğlub olanda gələcək oyuna qazanmağa çalışıram, yəni üzülmürəm. İndi bu mətn var. Burada bunu oxuyaq. İdmanda uduzanı nə edək? Əvvəla onu bilmək vacibdir ki, hər kəs nərdəsə uduzur və idmanda hansı yaş uduzmaq normaldır. Mənim idman karyerimdə uduzduğum yaşlar çox olub. Məktəbdə oxuyanda heç də həmişə qalib gəlmirdim. Amma iştirak etməyi sevirdim və həmişə növbəti yarışda daha yaxşı nəticə göstərmək üçün var gücümlə çalışırdım. Bu da mənim kimi deyib. İlk böyük yarışıma 12 yaşımda çıxdım və ikinci oldum. Mən dilxor olmuşdum. Dilxor olmaq da normaldır. Bu o deməkdir ki, sən həqiqətən əlindən gələni etmək istəyirsən. Deməli, bunun üçün potensialın var. Yadda saxla, qalib gəlməyimiz heç də həmişə uğursuzluq deyil. Qarşına hədəflər qoymaq da vacibdir. Yarışdan və ya məşqdən əvvəl mən məşqçimlə oturub məqsədlərimi yazıram. Nə qədər qaçmaq istədiyimi və ya necə yarışacağımı dəqiqləşdirirəm. Yarışda neçənci yer tutmağımın heç bir fərqi yoxdur. Məşqçimlə birlikdə qoyduğum məqsədə çatmışamsa, bu artıq böyük nailiyyətdir. Əgər diqqətini hədəflərinə yönəltsən, getdikcə nəticəni yaxşılaşdıracaqsan. Bir məsələni də bilməlisən. Qələbə bir göz qırpımında qazanılmır. Sən çox çalışmalısan. Məşq zamanı xüsusilə xoşlamadığın hərəkətləri daha çox təkrar etməlisən. Məsələn, mən qaçanda çoxlu dövrələr etməliyəm. Bu bəzən çox darıxdırıcı olur. Amma bilirəm ki, bunlar mənim daha sürətli qaçmağım üçün vacibdir. Əsl bu məğlubiyyət məşqlərdə və yarışlarda bacardığın az əmək sərf etməkdir. Çünki bu zaman özünü aldatmış olursan. Bunu da unutma. İdmandan zövq almağa çalış. Çünki zövq almadığın işdə qalib ola bilməzsən. İndi C tapşırığına baxaq. Bu mətni yazmaqda müəllifin əsas məqsədi nədir? Fikrinizi əsaslandırın. A. Həyatında baş vermiş hadisəni nəql etmək. B. Rastgəlliyi varlığı təsvir etmək. C. Mövzu ilə bağlı fikri yürütmək. D. Faktlara əsaslanaraq elmi məsələyə aydınlıq gətirmək. Burada C-dir. Mövzu ilə bağlı fikir yürütmək. Yəni burada müəllif bizə demək istəyir ki, siz idmanda uduzanda nə edirsiniz? Uduzanda nə etmək lazımdır? Yəni bu mövzu haqqında biz fikir yürütməliyik. C tapşırığına baxaq. Müəllif mətnin başlığında qoyulan suala necə cavab verir? Bu suala bağlı onun fikirlərini öz sözlərinə ifadə etdin. İdmanda uduzanda nə edək? Sual budur. Bu suala müəllif düzgün əsaslandırmalıdır. Yəni biz bu suala belə deyə bilərik ki, uduzanda daha çox çalışmalı və qarşımıza məqsədi qoymalıyıq ki, məsələn, mətndə göstərildiyi kimi edə bilməyəcəyimiz hərəkətləri daha çox etməliyik və buna nail olmalıyıq. Müəllifin fikirləri razısınızmı? Bəs siz bu suala necə cavab verərdiniz? Bəli, mən müəllifin fikirləri razıyam. Zaten bayaq dediyim kimi, müəllif də verib ki, yəni uduzanda yəni edə bilmədiyimiz hərəkətlər falan və s. etməliyik. Deyək ki, bəs siz bu suala necə cavab verərdiniz? Yəni, mən də eyni şəkildə edib bilmədiyim hərəkətlər elədim. Qarşıma məqsəd qoyardım və ona nail olmaq üçün daha çox çalışardım. Elə bunları edərdim. C ilə D tapşırıqları biraz oxşayır. Mətndə görəngli verilmiş cümlələri oxuyun. Bu fikirlər arasındakı uyğunluğu şərh edin. Görənglə verilmiş sözlər bunlardır. İlk böyük yarışıma 12 yaşında çıxdım və ikinci oldum. Mən dilxor olmuşdum. Yarışda neçənci yer tutmağımın heç bir fərqi yoxdur. Bu fikirlər arasındakı uyğunluğu şərh edin. Yəni deyək ki, mən 12 yaşımda çıxdım və ikinci oldum. Mən dilxor olmuşdum. Yarışda neçənci yer
tutmağımın heç bir fərqi yoxdur. Uşaqlar, bir səhv başa düşmüşəm. Burada da ki, uyğunsuzluq. Mən elə bildim uyğunluğu deyil. Ona görə biraz çaşbaş oldum. Burada uyğunsuzluq, yəni deyək ki, 12 yaşıma çıxdım və ikinci oldum. Burada deyək ki, mən dilxor olmuşdum. Burada bu narahat olub ikinci olduğuna görə. Burada siz deyək ki, yarışda neçənci yer tutmağımın heç bir fərqi yoxdur. Yəni burada fərq eləmir onun üçün. Aralarındakı uyğunsuzluq budur. Birincidə narahat olur, ikinciyə tutduğuna görə ikinci cümlədə isə heç bir narahat olmur. Neçənciyə tutduğunun fərqi yoxdur. Belə deyir. 2 A ilə 2B-ni oxumayacağıq, çünki bu təzə dərsdir. 2 A ilə 2B gələn dərsin mövzusudur. Bu qədər idi uşaqlar. İzahlarımı bəyənirsinizmi? Hansı izahlar gəlsin? Daha iş dəftəri gəlsin Azərbaycan dili? Bunları deyə bilərsiniz. Mən də ona görə videolar çəkim. Səviyyə 70 və 71 tamamladıq. 2 A ilə 2B-yə gələn dəfə çəkəcəm. Bye bye.